Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammed və aləli və sahbə əcməin. Selamun aleyküm əziz müsəlmanlar. Demək, keçən dərsdə qaldığımız yerdən davam edirik. Təmrin əth-thəlith. Üçüncü çalışma. İqra vəqtub. Oxu və yaz. Deməli, kitabın gözəl cəhətlərindən biri odur ki, ilk səhifələrdə yadınızdadırsa, bütün sözləri hərəkə ilə verirdi. İlk səhifədən başlayaraq bu səhifəyə qədər ki verdinizsə, hamısı hərəkəli idi. Lakin kitabın məqsədi odur ki, tələbə tədricən hərəkəsiz oxumağı bacarsın. Bu, həm qrammatik qaydalara aiddir, həm də yeni sözlərə aid. Ona görə də burada artıq yeni sözləri, daha doğrusu keçdiyimiz sözləri hərəkəsiz şəkildə görürük. Çalışacaq bu günləri oxuyaq. Allah asanlaşdırsın. Demək, hədə məktəbun. Bu stoldur. Hədə məscidun. Bu məsciddir. Hədə qələmun. Bu qələmdir. Hədə sərirun. Bu çarpayıdır. Mə hədə. Bu nədir? Hədə kursiyyun. Bu stoldur. Əhədə beytun. Bu evdirmi? Lə, xeyr. Hədə məscidun. Bu məsciddir. Mə hədə. Bu nədir? Hədə miftahun. Bu açardır. Növbəti deməli mövzumuz, daha doğrusu sözlər. Mən hədə. Mən ərəb dilində demək kim deməkdir. Buraya yazaq. Kim. Mən isə bu. Bu kim, sonuna isə özümüzü artırırıq, xəbər şəkilçisini. Bu kimdir? Mən hədə. Bu kimdir? Hədə tabibun. Bu həkimdir. Mən hədə. Bu kimdir? Hədə vəladun. Bu uşaqdır. Mən hədə. Bu kimdir? Hədə talibun. Bu tələbədir. Əhədə vəladun. Bu uşaqdırmı? Lə. Hədə raculun. Xeyr. Bu kişidir. Növbəti səhifəmizə keçək. Mə hədə. Bu nədir? Hədə məscidun. Bu məsciddir. Mən hədə. Bu kimdir? Hədə təcirun. Bu tacirdir. Hədə kəlbun. Bu ittir. Əhədə kəlbun. Bu ittirmi? Lə. Hədə qittun. Xeyr. Bu pişikdir. Hədə himarun. Bu uzunqulaqdır. Əhədə himarun. Bu uzunqulaqdırmı? Lə. Xeyr. Hədə hisanun. Xeyr. Bu atdır. Və mə hədə. Və bizim dilimizdə də ləvvə kimi tərcümə edə bilərik. Bəzi yerlərdə isə bəs kimi tərcümə edirik. Bəs bu nədir? Və bu nədir? Daha uyğun olmur. Daha yaxşı olar ki, bəs bu nədir? Hədə cəməlun. Bu dəvədir. Növbəti səhifəmizdə mə hədə. Bu nədir? Hədə dikun. Bu xoruzdur. Mən hədə. Bu kimdir? Hədə müdərrisun. Bu müəllimdir. Müdərris, müəllim eyni şəkildə. Müdərris dərs deyəndir, müəllim öyrədəndir. Və hər ikisi demək olar eyni mənada işlənilən sözlərdir. Müəllim də deyirlər, müdərris də. Əhədə qamisun. Bu köynəkdir və yaxud da bu köynəkdirmi? Lə. Xeyr. Hədə mindilun. Xeyr. Bu dəsmaldır və yaxud da yaylıqdır.
mindildir və s. Burada deməli ekranda göstəribdir. Tənvini göstərir ki, bu cür də yazıla bilər, bu cür də yazıla bilər. Tənvinlər barəsində deməli ayrıca bir dərsimiz var. Ona görə istəyənlər həmən videoya baxa bilər. Tənvin nədir ümumiyyətlə və necə yazılır? Müxtəlif şəkildə formaları var, müxtəlif çaplarda. Lakin eyni, mahiyyət olaraq eyni şeydir. Üzərindəki vergül şəklində əgər yazarsa o tənvindir, yəni dammə un bildirir. İndi isə keçək oxumağa. İqra vaqtub, oxu və yaz. Mə hədə, bu nədir? Hədə qələmun, bu qələmdir. Hədə kəlbun, bu ittir. Mən hədə, bu kimdir? Hədə tabibun, bu həkimdir. Hədə cəməlun, bu dəvədir. Hədə kəlbun, bu ittirmi? Və yaxud da bu ittir. Lə, xeyr. Hədə qittun, xeyr, bu pişikdir. Hədə dikun, bu xoruzurmu? Nəam, bəli. Hədə hisanun, bu atdırmı? Lə, xeyr. Hədə himərun, bu zunqulaqdır. Hədə mindilun, bu dəsmaldır və yaxud da bu yaylıqdır. Hədə vələdun, bu uşaqdırmı? Və yaxud da bu oğlandırmı? Nəam, bəli. Mən hədə, bu kimdir? Hədə racülün. Bəli, bununla da kitabdan birinci dərsimizi tamamladıq. Bizim isə növbəti dərsimiz ikincidir. İkinci dərsi isə inşallah növbəti videomuzda paylaşarıq. Allah asanlaşdırsın. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.